Salam yoldaşlar, güvən test topusundan izahlarımıza davam edirik. Növbəti izahımız İtal qaz qanunları mövzusuna aiddir və test damı suallarına baxmışdıq. İndi də test B-nin suallarına baxırıq. Başlayaq. 1. Qapalı qabda olan ideal qazın temperaturunu 1,3 dəfə artırırdılar. Qazın təzyiqi necə dəyişər? Qapalı qab olduğu üçün həcm sabitdir və həcm sabit olduqda təzyiq temperaturdan düz mütənasibdir. Yəni temperaturun qiymətini 1,4 dəfə artıranda təzyiqin də qiyməti 1,4 dəfə artar. Yaxşı, 1,4 dəfə artma neçə faiz artmadır? 1,4 dəfə artma 30% artmadır. Yəni 100-ün üstünə 30-u gəlib yenidən 100-ə böləndə bu bizə verir 130 bölünsün 100. Yəni 1,3. Yəni faizin artımı dəfəyə çevrilməsi. Deməli, qiymət 1,5 dəfə artar. Neçə faiz artmada? 30% artmada. İlk sualın cavabı A variantı. 2. İdeal qazın temperaturu 600 Kelvindir. Bu qazı soyutduqda, yəni temperaturu azaltdıqda molekulaların irəliləmə hərəkəti orta kətləqəsi 2 dəfə azalır. Qazın temperaturu nə qədər oldu? Molekulaların orta kətləqəsi 2 dəfə azalırsa, deməli temperatur da 2 dəfə azalır. Çünki düz mütənasibdir. YK bərabər 2/3 KT. Buna görə də temperaturun qiyməti 2 dəfə azalıbsa 600-dən gələcək neçəyə? Təbii ki, 300 Kelvinə. 600 böldü 2-yə oldu 300 Kelvin. Bunu da Celsiyə çevirmək lazımdır. E, T bərabərdir. T plus 273. Buradan Celsiyin qiymətini tapanda Kelvindəki qiymətdən 273 çıxmaq lazımdır. 300-dən 273 çıxanda cavabımız eləyəcək 27 Celsius. Yəni ikinci sualın cavabı olacaq B variantı. Növbəti sualımıza keçirik. Sabit həcmdə verilmiş dedilər qazın mütləq temperaturu 200% artırdıqda 200% artma 3 dəfə artmadır. Yəni üstünə 100 gəlib təzədən 100-ə böləndə 300 bölünsün 100 3 dəfə artmadır və temperatur 3 dəfə artırsa təzyiq də 3 dəfə artar. Sabit həcmdə temperaturla təzyiq düz mütənasibdir. Temperatur 3 dəfə artanda təzyiqin də qiyməti 3 dəfə artmış olacaq. Üçüncü sualın cavabı olacaq A variantı. 4. Sabit təzyiqdə və 47 Selsidə ideal qazın həcmi 4 litrdir. Qazı 87 Selsiyə qədər qızdırsa onun həcmi necə dəyişər? Deməli yoldaşlar, sabit təzyiqdə həcmlə temperatur düz mütənasibdir. Yəni belə bir şey yaza bilərik. V1 bölü V2 bərabərdir T1 bölünsün T2-yə. Eyni nisbət düz mütənasiblik. Burada başlanğıc temperaturun 47 Selsiyanı Kelvinə çevirəndə 47-nin üstünə 273 gəlirik. Seslə Kelvin keçəndə üstünə 273 gəlirik. Bu bizə verir 320. Başlanğıc temperatur 320-dir. Sondakı temperatur 87 Selsidir. Onu da 273 üstünə gələndə olur 360 Kelvin. 360 yazırıq. İndi V1 və V2 nisbəti oldu 320 bölü 360. Bu da qalır burada neçə qalır? 9-da 8 qalır. Aha. 369-a bölünür 40, 320 də 8-ə bölünür 40. Yəni hər tərəfi 40-a apardım, böldüm. İndi V1 və 2 nisbəti deməli 9-da 8-dir. İndi bizdən V1-in qiymətini bizə verib 4. 4. Bunda V2-ni tapsaq, V2 bərabərdir 4 vur 9 bölünsün 8. Bu bizə verəcək. Bu 2, bu 1, 9-u böləndə 2 olur 4,5. Yəni sondakı qiymətim 4,5 litrdir. İndi əvvəl 4 idi, indi 4,5 litr oldu. Yəni qiymət necə dəyişdi? Həcmin qiyməti 4,5 çıxılsın 4, yəni 0,5 litr artdı. Yəni cavabımız olacaq 4-cü sualda A variantı. Davam edirik. 5. Sabit həcmdə verilmiş dedilər qazın mütləq temperatur 50% azaltma. 50% azaltma ya yarısının getməsi 2 dəfə azalma deməkdir. 2 dəfə azalıbsa temperatur, təzyiq də təbii ki 2 dəfə azalacaq. Yenə sabit həcmdə təzyiqlə temperatur düz mütənasib olduğu üçün 5-ci sualın cavabı D variantı. 50% azalma yarısı gedib, yəni 2 dəfə azalma deməkdir. 6. Verilmiş dedilər qazın təzyiqi 100 kilopaskaldan 200 kilopaskala artır. Yəni təzyiqin qiyməti 2 dəfə artdı. Bu zaman qazın həcmi necə dəyişər? Qazın həcmi də 2 dəfə azalacaq. Çünki izotermik prosesdə temperatur sabit olduqda təzyiqlə həcm tərs münasib olur. Təzyiq 2 dəfə artıb,
onda həcm 2 dəfə azalacaq. 2 dəfə azalma da 50% azalma deməkdir. Bayaq qeyd elədik. Altda cavabımız B variantı. 7. Sabit temperaturda ideal qazın həcmi 50% azaldı. Yəni yenə həcmi 2 dəfə azalanda təzyiq necə dəyişər? Təzyiq 2 dəfə artacaq. Təzyiqlə həcm tərs mütasibdir sabit temperaturda. 2 dəfə artma da 100% artmadır. Yəni 100-ün üstünə 100 gəlib yenidən 100-ə bölsək, bu bizə verəcək 2. Yəni 2 dəfə artma 100% artmadır. Cavabımız olaraq 7-ci sualda D variantı. 8. Bağlı qabdakı qazın temperaturunu 200 Kelvin artıranda onun təzyiqi 50% artdı. Qazın ilk temperaturu nə qədər idi? Temperatur 200 artdı. Təzyiqi 50%. Təzyiq 50% artdısa, bu elə 1,5 dəfə artma deməkdir. Yəni 100-ün üstünə 50 gəlir. Təzədən 100-ə böləndə bu bizə verir 1,5. Deməli, təzyiq 50% artıbsa, bu 1,5 dəfə artmadır. Və təzyiq 1,5 dəfə artırsa, temperatur da 1,5 dəfə artır. Çünki düz mütənasibdir. Təzyiqdən temperatur. İndi bağlı qab olduğu üçün təbii ki, həcm sabitdir. Bu iki bərabərliyi yerinə qoyanda 1,5 T1 daha doğrusu bərabərləşdirəndə 1,5 T1 bərabər T1 plus 200. 1,5 T1-dən T1 çıxanda qalır 10,5. T1 bərabər 200. T1 olur 200-ü 10,5-ə bölürəm. Bir ədədi 2-də 1-ə, yəni 10,5-ə bölmək, onu 2-yə vurmaq deməkdir. Yəni cavabımız olacaq 400 Kelvin. Çünki 200-ü böldüm 2-də 1-ə, 2 yuxarı qalxdı, oldu 200 vur 2, yəni 400. Kelvində. A. Cavab Celsiuslə verilib, ona görə çaşmayaq. Celsius çevirmək lazımdır. Celsius çevirəndə də Kelvindəki qiymətdən çıxırdıq 273-ü. 400-dən çıxacaq 273-ü, bu bizə verəcək 127 Celsius. Yəni cavabımız olacaq 8-ci sualda B variantı. Bunları fikir vermək lazımdır. Cavabı Kevinə tapmışdı, amma Celsius bizdən istədiyi üçün cavab oldu 8-də B variantı. Növbəti sualımız 9. 77 Celsius temperaturdakı qabdakı qazın təzyiqi 50 kilopaskaldır. Qabdakı qazın yarısı buraxdıqdan sonra temperatur 7 Celsius kimi azaldıqdan sonra qazın təzyiqi nə qədər olar? Başlanğıc halda mənim temperaturum 77-nin üzərinə gəlir 273-ü. Bu bizə verir 350 Kelvin. Yekunda temperaturumuz 7-nin üstünə 273 gəlir, bu bizə verir 280 Kelvin. Yəni 350-dən düşdü 280-ə. Deməli, temperatur 1,25 dəfə azaldı. İndi, yəni temperatur 1,25 elə nə deməkdir? 5 bölünsün 4 deməkdir də, yəni 5 bölünsün 4 dəfə azaldı. İndi temperatur azalmasına baxdıq. Yaxşı, qabdakı qazın yarısı buraxdı. Yarısı buraxılıbsa, bunun kütləsi 2 dəfə azalıb. Yarısı gedibsə 2 dəfə azalıb. Yarısı və kütləsi 2 dəfə azalıbsa, maddə miqdarı da deməli 2 dəfə azalıb. Çünki maddə miqdarı nü bərabər m bölsün m. Kütlə 2 dəfə azaldığı üçün maddə miqdarı 2 dəfə azaldı. Və Mendeley Kopernik tənliyi PV bərabər nü RT-dən təzyiqi P-ni tapanda nü RT bölünür nəyə V-yə. Dəyişən burada nə oldu? Dəyişən burada oldu. Temperatur bir də maddə miqdarı. Və görürəm ki, P nü-T hasili ilə düz mütənasibdir. İndi maddə miqdarı deməli neçə dəfə azaldı? 2 dəfə azaldı. Yəni nü bölünsün 2. Və temperaturda neçə dəfə azaldı? 1,25 dəfə azaldı. Bu bizə verir nü vur T bölünsün. 2-ni vurdum 1,25-ə. Bizə neçə verəcək? 2,5. Deməli, mənim təzyiqimin qiyməti 2,5 dəfə azalır. Və başlanğıcda təzyiqin qiyməti 50 idi. 2,5 dəfə azalıbsa, olub 50 bölünsün 2,5, yəni 20 kilopascal. Yəni cavabımız olacaq 9-cu sualda B variantı. Qabdakı qazın yarısı buraxıldıqdan sonra kütləsi 2 dəfə azalır, maddə miqdarı 2 dəfə azalır və temperaturda 77 Celsiusdən 7 Celsius kimi düşübsə, temperaturda 1,25 dəfə azalır. Bir kəmiyyət 2 dəfə azalır, digər kəmiyyət 1,25 dəfə azaldığı üçün təzyiq ümumi 2 vur 1,25, yəni 2,5 dəfə azalıb. Əvvəl təzyiqin qiyməti 50 idi. 50-ni böləndə 2,5-ə
Cavabımız eləyəcək 20 kilopaskal. Yəni B variantı. İzobar genişləmə, izobar sıxılma, oxşarlıqlar və müttəfiqliklər. Qazın sıxılığı artır. Təbii ki, sıxılmada. Sıxılmada qazın sıxlığı artar, daha çox sıxılmada. Qazın sıxlığı azalır, genişlənəndə sıxlıq azalır. Qazın təzyiqi dəyişmir. Hər ikisində həm izobar ikisi olduğu üçün hər ikisində təzyiq dəyişmir. Molekulyar orta kinetik enerjisi artır. İzobar genişlənmədə təzyiq sabitdir və həcm artır. Həcm artırsa temperatur da artır. Temperatur artırsa kinetik enerji artır. Amma izobar sıxılmada həcm azalır, həcm azalır, temperatur azalır, onda kinetik enerji azalır. Bizə də kinetik enerji artmasını soruşur, yəni x aiddir. Olacaq 2, 4, 3, 1, yəni cavabımız olacaq B variantı. Davam edelim növbəti səhifəmizdə. Yox, bu səhifədə bir sualımız varmış. 11. İzobar qızma, izobar soyuma. Yəni izobar olduğu üçün hər ikisində təzyiq dəyişmir. Sıxlıq artır. Qızanda, izobar qızmada temperatur artır, həcm artır. Düzü mütənasibdir. Onda həcm artdığı üçün sıxlıq azalır. Sıxlıqla həcm tərs mütənasibdir. İzobar soyumada isə temperatur azalır, həcm azalır və sıxlıqla həcm tərs mütənasib olduğu üçün sıxlıq artır. Bizə də sıxlıq artır soruşursa izobar soyumadadır. Sıxlıq azalırsa izobar qızmadadır. Qaz müsbət iş görür. E, Həcm artanda qaz müsbət iş görər. Yəni qazın həcmi artırsa qaz müsbət iş görür. Və qazın daxili hissəsi azalır. Təbii ki, temperatur azalanda daxili enerji də azalacaq. U bərabər 2'dir niyetə. Temperatur azalanda daxili enerji də azalar. 2, 3, 4, 1, 5, yəni 11-ci sualda da B variantı. Keçin növbəti səhifəmizə. 12. Verilmiş dərdə qaz izoxor qızır. Aşağıdakı qrafiklərdən hansı qazın təzyiqini mütləq temperatur hansı qrafikini düzgün əks etdirir? Deməli, yoldaşlar, izoxor qızırsa həcm sabitdir və təzyiqlə temperatur düzgün mütənasibdir və qızırsa temperatur deməli artır və təzyiq də hökmən artacaq. Cavabımız olacaq 12-ci sualda B variantı. Növbəti sualımız 13-də isə izoxor qızmaya uyğun deyil. İzoxorda dedik ki, həcm sabitdir. Həcmin sabit olduğu qrafik C və D, Y variantlarına göstərilib və qızıbsa temperatur artıb, temperatur artıbsa təzyiq də artıb. Təzyiqin artdığı variant C variantında qeyd olunur. Yəni qrafik oxu sağa doğru gedirsə aşağıdakı qiymətin qiyməti artır. Deməli təzyiq C variantında artmış olacaq, həcm də sabitdir 13-də C. Keçirik növbəti sualımıza. Qrafik suallarımızdır. 14 yenə izoxor qızmanı soruşur. İzoxorda həcm sabitdir. Həcm sabitdirsə sıxlıq da sabitdir. Çünki rho bərabərdir m bölünsün v. Kütləni sabit verib verilmiş kütləli. Bu sabit, həcm də sabit. Deməli, rho da sabit olacaq. Rho-nun sabit olduğu qrafik A və B variantlarında qeyd olunub və qızıbsa temperatur artıb, temperatur artıbsa təzyiq də artmış olacaq. Yəni cavabımız olacaq 14-cü sualda B variantı. Növbəti sualımız 15. Sabit kütlədə qazın təzyiqinin həcminin hansı qrafik verilmişdir? VT koordinat sistemində hansı qrafik prosesə uyğun gəlir? Aha. PV tərs asıdırsa bu izotermik prosesdir. İzotermik isə temperatur sabitdir və temperaturun sabit olduğu qrafiklər A və C variantlarında qeyd olunub. Çünki temperatur aşağıdadır və aşağıda kəmiyyətin sabit olduğu bu ox vasitəsindən göstərilir. Yəni bu qrafik vasitəsindən göstərilir. İndi oxun istiqaməti V-yə doğrudursa, deməli V artır, P azalır. V-nin də artdığı qrafik A variantında qeyd olunub. Yəni V yuxarıdadır, ox istiqaməti yuxarıdadır, deməli V-nin qiyməti artır. 15-də cavabımız olur A variantı. 16. Verilmiş DD qazın təzyiqinin həcminə asılı göstərilmişdir. VT koordinat sistemində hansı qrafik bu prosesə uyğundur? Həcm sabitdir burada göstərilib. Burada da həcm sabit olmalıdır. Yəni
C ya da Y deyib, çünki həcm yuxarıdadır və yuxarıdakı qiymətin sabit olduğu bu qrafik vasitəsilə göstərilir. Və qrafik oxu yuxarı doğru olduğu üçün burada təzyiq artır. Təzyiq artırsa təbii ki, temperatur da artır. Çünki temperaturun təzyiq düzüm mütəmsildir sabit həcmdə. Buna görə də temperaturun artdığı variantı, yəni C variantını götürmüş olacağıq. İzoxor qızmadır. 17. Burada isə izotermik prosesdir, çünki temperaturun qiymətini bizə sabit verir. İzotermik prosesdə temperatur sabit olduqda kinetik enerji də sabit olur. Kinetik enerjinin sabit olduğu qrafik A və B variantlarında qeyd olunub və qrafik ox aşağıdır burada. Deməli, həcm azalır. Həcm azalırsa təzyiq artar. İzotermik prosesdə təzyiqlə həcm tərs prosesdir. Həcm azalsın, təzyiq artacaq. Yəni cavabımız olacaq 17-ci sualda B variantı. Keçin növbəti sualımıza 18-ə. Qrafikdə təsvir edilmiş proseslərdən hansı izobar qızmaya uyğundur? İzobar isə təzyiq sabitdir. Elə bir saat çıxır ortalığa 1,6. Çünki qızıbsa temperatur da artıb 1,6. Yəni 18-də A variantı. 19-da isə izotermik sıxılmadır. İzotermik isə temperatur sabitdir və sıxılıbsa həcm azalıb, həcm azalıbsa təzyiq artıb. Daha çox təzyiq onu sıxıb. Yəni cavabımız olacaq 1-2. Yəni B variantı. İzotermikdir, temperatur sabitdir və qrafik oxu yuxarı getdiyi üçün təzyiqin qiyməti artmış oldu. Keçin növbəti səhifəmizə. 20. İzoxor soyunmanı istəyir bizdən. İzoxor isə həcm sabitdir. Təzyiqlə temperatur düzüm mütənasib asılır. Yəni ya 1,5 ya da 1,2 və soyuduğu üçün temperatur azalır, təzyiq azalır. Hər ikisi azalır, yəni 1,5 cavabımız olacaq. 20-ci sualda D variantı. 21-də isə izotermik genişlənməni soruşur. İzotermik isə temperatur sabitdir. Yəni ya 1,3 ya da 1,6 və genişlənibsə həcm artıb. Həcm artıbsa təbii ki, avtomatik olaraq təzyiq azalır, tərs prosesdə olduğu üçün. Temperaturun sabit olduğu, təzyiqin artdığı qrafik 1,6-da qeyd olunub. Yəni cavabımız olur 21-ci sualda Y variantı. Keçirik növbəti sualımıza. 22. Hansı bənddə prosesin adı düzgün verilmişdir? 1-2 izobarik sıxılma deyir. 1-2-də izobardır və düzgün qeyd olunub. E, verilməyib deyir. Hə, bu düzgündür. Bu doğrudur. Çünki 1-2-də izobardır, yəni təzyiq sabitdir və sıxılıbsa həcm azalıb, həcm azalibsə temperatur da azalıb. Doğru fikirdir. 1-3-də izotermikdir, temperatur sabitdir və qrafik yuxarı gedir, yəni təzyiq artır. Təzyiq artırsa həcm azalır, sıxılıq artır, yəni izotermik sıxılmadır, bu da doğrudur. C variantında izoxorik qızmadır. P ilə T düz mütənasibdir. Düz mütənasib olanda V sabitdir, bəli. Yəni izoxor prosesdir və temperaturun qiyməti artır. Təzyiq qiyməti artır, hər ikisi artır. Yəni temperatur artdığı üçün buna qızma deyirlər. Bəli, doğrudur. D variantında izobarik genişlənmədir. İzobardır, təzyiq sabitdir və genişlənibsə həcm artıb, həcm artıbsa temperatur da artır. Bu da doğrudur. Qaldı E variantı 1,6-da. 1,6 isə izoproseslərə aid deyil. Cavabımız olur 22-ci sualda Y variantı. İzoxor prosesdə təzyiq sabitdir. Təzyiq sabit olduqda temperaturla təzyiq düz mütənasib olacaq. Yəni qrafik oxu belə yox, belə getməli idi. Yəni soyuyubsa temperatur azalıb, qrafik oxu belə getməli idi. Belə getmədiyi üçün deməli cavabımız olur 22 sualda Y variantı. 23. Vermiş dedilər qazın izotermik genişlənməsinə uyğundur. İzotermik isə temperatur sabitdir. Yəni ya 1,6 ya da 1,4-dür və genişlənibsə həcm artıb, həcm artıbsa onunla tərs mütəsib kəmiyyəti olan sıxlıq azalar. Sıxlığın azaldığı 1,4-ü götürəcək. Cavabımız olacaq 23-cü sualda C variantı. 24-də isə izotermik sıxılmanı soruşub, sıxılıbsa həcm azalacaq, həcm azalırsa sıxlıq artacaq. Ha, burada sıxlıq istəmirik bizdə. Mən elə bildim 20 çox şardır. Deməli, izotermik temperatur sabitdir, sıxılıbsa həcm azalıb, həcm azalıbsa təzyiq artar. Təzyiqlə həcm tərs münasibdir. Burada tərs münasibdir ya 1,5-dir ya 1,3-dür və ox istiqaməti yuxarı gedirsə təzyiq artacaq. Yəni 1 üst, 3 cavabımız olacaq 24-cü sualda B variantı. 25-də isə izotermik sıxılmanı soruşub, sıxılıbsa həcm azalacaq, həcm azalıbsa təzyiq artacaq. Yəni cavabımız olacaq 26-cı sualda D variantı. 26-cı sualda isə izotermik sıxılmanı soruşub, sıxılıbsa həcm azalacaq, həcm azalıbsa təzyiq artacaq. Yəni B variantı. 27.
Keçin növbəti sualımıza. 25. Aha. Vermişdi iddia qadın təzyiqin həcmi nasıl qraf vermişdi. 1, 2 və 3 nöqtələr uyğun temperatur arasında hansı münasibət doğrudur? Hamısı bərabərdir. Niyə? Çünki izotermik prosesdir. İzotermik prosesdə temperatur sabit olur və təzyiqlə həcm tərs prinsipi olur. Eyni qrafik üzərində olan nöqtələrdə izoterm əyrililərində temperaturların qiymətləri bərabər olacaq. 25-ci sualda olacaq C variantı. 26. Qrafikin bir nöqtəsinə uyğun gələn mütləq temperatur 200 Kelvin olarsa, 2 nöqtəsinin temperaturu neçə Kelvin olar? Burada görürəm ki, həcm sabitdir və təzyiqin qiyməti 3 dəfə artdı. Yəni P0-dan gəldi 3P0-a. Təzyiqin qiyməti 3 dəfə artsa, temperatur qiyməti də 3 dəfə artacaq. İzoxor proseslər təzyiqlə temperatur düz mütənasib asılı olduğu üçün və əvvəlcə temperaturun qiyməti 200-dürsə 3 dəfə artır olur 600 Kelvin. Yəni cavabımız o 26-cı sualda A variantı. Gəldik fərqli bir suala 27-yə. Deyir ki, bizdən verilmiş TDD qazın həcm temperatur qrafikindən istifadə edərək təzyiqlərin nisbətini deyir hesablayın. Demək olar ki, burada mündəlik komponentlərini yazırıq. PV bərabərdir nü-t. Buradan təzyiqi tapanda P bərabərdir nü-t bölünsün V-yə. Yuxarıdakı qiyməti aşağıdakı qiymətə böləndə bizə tangensi verirdi. Tərsi aşağıdakı qiyməti yuxarıdakı qiymətə böləndə bizə verirdi kotangensi. T bölü V nisbəti deməli kotangens alfadır. Yəni nü-r kotangens alfa. İndi buradan P2 bölü P1 nisbətini tapanda nü ilə R eynidir onsuzda. Kütlə sabitdir, maddə miqdarı sabitdir, R universal qaz sabiti onsuz da sabitdir. Deməli, P ilə kotangens alfaların nisbəti elə düz olacaq. Kotangenslərə baxsaq, ikincinin bucağı 30 dərəcədir. Yəni kotangens 30 yazacağım. Birincinin bucağı 60 dərəcədir. Yəni kotangens bu 1 idi daha. Kotangens 60 yazacağım. Bizə də tangenslərin qiyməti verir. Kotangensdən tangens tərs olduğu üçün elə bunun tərsini yazaq. Tangens 60 böl tangens 30. Kotangensdən tangens tərs olduğu üçün elə tərs yazdım. 30, 60, 60, 30 yazdım. Tərsinə çevirdim. Tangens 60-da köşdə 3 alır. Tangens 30-da qeyd olunub köşdə 3 bölü 3 alır. Köşdə üstləri getdi. 3 yuxarı qalxdı. Nisbət oldu deməli 3. Cavabımız oldu 27-ci sualda B variantı. Gəldi 28-ə. Deyir uyğunluğu müəyyən elə. AB hissəsində nə baş verir? AB hissəsində temperatur sabitdir. Temperatur qiyməti dəyişmir. İzotermik prosesdir və təzyiqin qiyməti artır. Təzyiqin qiyməti artırsa, təbii ki, həcm azalacaq. Ona görə də bu izotermik sıxılmadır. AC hissəsində hər ikisi həm təzyiq, həm də temperatur artır. Onda həcm sabitdir. Həcm sabit olduğu üçün izoxor prosesdir və temperatur artdığı üçün izoxor qızmadır. Və izoxor proses olduğu üçün həcm dəyişmir, həcm dəyişmədiyi üçün sıxlıq dəyişmir. AD prosesində isə izobar prosesi təzyiqin qiyməti sabitdir və bu zaman temperaturun qiyməti sağa doğru getsin, temperatur qiyməti artır, yəni izobar genişlənmə olur. Həm temperatur artır, həm də təzyiq artır AD-də. Başqa cür 1-ə B, 2-yə A, D, 3-ə də C variantı uyğun gəlir. E variantı heç birinə uyğun gəlmədi. İzotermik genişlənmə deyir. İzotermik genişlənmədə temperatur sabit olur, həcm artır. Həcm artırsa təzyiq azalmalıdır. Belə bir şey də burada yoxdur. Keçirik növbəti sualımıza, 29-a. Təzyiqlə həcm səhifənin son sualı. Təzyiqlə həcm tərs münasabətidir, yəni izotermik prosesdir. İzotermik prosesdir və oxun istiqaməti yuxarı olduğu üçün yuxarıdakı əməliyyatın qiyməti artır. Yəni təzyiq artır, digər əməliyyatın qiyməti onda azalır. P ilə və tərs asılıdır. Və həcm azalığı üçün avtomatik sıxlıq artar. Sıxlıqla həcm tərs münasabəti olduğu üçün. Temperatur sabit olduğu üçün orta kinetik enerji sabit olar. Sonra orta kvadratik sürət sabit olar. Orta kvadratik sürət niyə sabit oldu? Çünki kök altında 3 bölüm düsturuna əsasən temperatur sabitdirsə, orta kvadratik sürət də sabitdir. Konsentrasiyada həcmdən tərs münasabəti olduğu üçün həcm azaldığı üçün konsentrasiya artacaq. Çünki konsentrasiya n bərabər n bölsün v-dir.
həcmdən ters mütənasibdir. Bizə deyir qazın həcmi. Qazın həcmi dedik ki, azalır. Təzyiqi artar. Temperatur sabiti dedik. Konsentrasiya artar dedik və orta qaz sürət sabiti dedik. 1-ə B-dir, 2-yə A, 3-ə də C-yə uyğun gəlir. Bu səhifə bu qədər. Keçin növbəti səhifəmizə və son iki sualımız. 30. Başlanğıc temperaturu 22 Selsi və təzyiqi 200 kPa olan ideal qazı izoxor olaraq hansı temperaturada qızdırmaq lazımdır ki, onun son təzyiqi 300 kPa olsun. Deməli, yoldaşlar, başlanğıcda mən temperaturun qiymətini tapım. 22 Selsin Kelvinə çevriləndə üstünə 273 gəlirik, olur 300 Kelvin. Və mənim təzyiqin qiyməti 200 kPa-dır başlanğıcda. Son təzyiqin qiymətini bizə verib 300 kPa. Yəni, izoxor prosesdə həcm sabitdir, onda təzyiqlə temperatur düz mütəmsildir. Yəni, belə bir şey yazıram. P2 bölü P1 bərabərdir, eyni nisbət T2 bölünsün T1-ə. P2-nin qiyməti 300-dür, P1-in qiyməti 200-dür. T2-nin qiymətini bilmirəm, T1-in qiyməti 300-dür. T2 onda bərabər olur, 300 vur, 300 bölünsün 200. 2 dənə 0 bu, 2 dənə 0-la getdi. 300-ü vurdum 300-ə. 900, 900 böldüm 2 oldu 450 Kelvin. Cavabımız oldu 450 Kelvin. Ya da belə deyə bilərsiniz ki, elə qısaca təzyiqin qiyməti P1-dən P2-yə, yəni 200-dən 300-ə gəlib, yəni təzyiqin qiyməti 1.5 dəfə artıb, 300-ü böləndə 200-ə 1.5 edir. Təzyiqin qiyməti 1.5 dəfə artıbsa, temperaturun qiyməti 1.5 dəfə artar. Əvvəl 300 idisə, 300-ü vuracağım 1.5 olacaq, 450, 200-də baxa bilərsiniz. Və sonuncu sualım 31-də isə sabit həcmli ideal qaz K halından E halına keçdikdə onun kütləsinin nisbətini deyir, hesablayın. Deməli, yoldaşlar, burada PV bərabərdir nü RT. Nü'nün yerinə yazıram, M bölünsün M, RT olacaq. Və buradan kütləni tapanda M bərabər olur PV, M bölünsün RT. Mən buradan görürəm ki, temperatur burada sabitdir. Həcmi də bizə verir. Sabit həcmli deyir. Temperaturda qrafikdə görürəm, sabitdir. Bu sabitdir, bu sabitdir. Üniversite qaz sabiti onsuz sabitdir və burada görürəm ki, M ilə P düz mütənasibdir. Kütlə ilə təzyiq düz. Və qrafikdə görürəm ki, K-dan elə doğru getdikcə təzyiqin qiyməti 2 dəfə artır. Yəni P sıfırdan gəlir 2P sıfır. Təzyiqin qiyməti 2 dəfə artırsa, kütlənin qiyməti 2 dəfə artar. Yəni MK 2M olar, ML də M olar da. ML-ə M desəm, MK olar 2M. Daha doğrusu tərs yazdım, üzülürsən, K-dan elə keçir. MK M-dirsə, ML olar 2. 2 dəfə çox. İndi bizə bunların nisbətini istəyir. MK böl ML, yəni M bölünsün 2M, nisbət olacaq təbii ki 2-də 1, yəni 0,5. Kütlə 2 dəfə artdığı üçün bizə başlanğıcı böl sona deyir. Ona görə də nisbət olacaq 2-də 1, yəni 0,5. 31-ci sualda 0,5 cavabımız oldu. İzah bu qədər yoldaşlar. Növbəti görüşlərdə özünüzdən müğayət olun.